Müştərilərimizi maarifləndirmə ilə bazarı dəyişirik. Bugün sizə MRT inşaatda gips əsaslı məhsullardan, su izolyasiyalı məhsullardan və eyni zamanda kafel metlaq yapışdırıcılarından söhbət açacaq. Bugün müştərilərimizə müəyyən məhsulların tanıtımlarını həyata keçirdəcək ki, bir çox hallarda biz bir-iki məhsul adı eşidib onunla kifayətlənir. Ancaq əslində bu doğru yanaşma deyil. Çünki çox böyük şirkətlər var, firmalar var, onların və elə məhsulları var ki, olduqca keyfiyyətlidir, bütün sahələrdə istifadə edə bilərik. Ancaq tanımadığımız üçün, məhsul haqqında məlumatsız olduğumuz üçün həmin məhsullara müraciət etməkdən bir qədər çəkinirik. Və biz də bugün MRT inşaat olaraq sizə bu məhsullar haqqında məlumatlar verəcəyik. İki məhsulumuz var və bu iki məhsul eyni işi icra edir, ancaq ayrı-ayrı firmalara məxsus olan məhsullardır və söhbət nədən gedir? Bundan danışaq. Bəli, söhbət su izolyasiyalarımızdan gedir. Bunlar su izolyasiyada ayrı-ayrı firmalar dediyiniz ki, ayrı-ayrı firmanız bu Politro şirkətinə aid olan 25 kiloluq su izolyasiyanın tozudur. Bu da Sopsanın. Həmçinin də Sopsanın, bu da başqa bir firmaya aid olan Sopsanın su izolyasiyası gedir. Həmçinin də bunların suları var. Görürsünüz hal-hazırda. Ya bizim bildiyimiz sulardan söhbət getmir. Dostlar, yəqin ki bildiniz. Bunlar mayyəsidir. Bəli, qarışımda xüsusi olaraq bu da kimyəvi məhsuldur ki, bir-birinə qarışmaqla istifadə olunur. Və harada, necə, nətər istifadə olunması haqqında da məlumat verək dostlarımıza. Ən çox hovuzlarda istifadə olunur. Su izolyasiyası olması, su sızıntıların qabağını almaqdan ötürü ən çox istifadə olunan yer hovuzlardır. Məsəl üçün, hamamda da ola bilər. Məsəl üçün, hamamımızda düzdür, yer metlaq olur, kafel olur. Orada trapzat qoyulur, yəni onun altından çəkilir ki, o trapın altından su sızıntısının müəyyən binalarda və yaxud da ki, məhəllə evlərdə su sızıntısına imkan vermir. Çünki çox gözəl effekt alındığına görə sərt bir klonka alınır elə bir çəkindən sonra. Ona görə də bu su sızıntısı olmur. Yəni qonşular arasında dava olmamaq üçün, münasibətlərin pozulmaması üçün bina evlərində mənzilə trap qoyuruqsa, müəyyən su sızıntıları baş verə bilər. Bu qaçılmazdır. Ona görə də su izolyasiyalı qarışıqdan istifadə edirik. Bizə bir səth yaradır. Yəni bildiyimiz belə bir klonka səth yaradır. Bəli, tamamilə doğrudur. Tam olaraq aydınlıq verək ki, bax belə bir səth yaradır ki, bu da suyun bir tərəfdən digər tərəfə keçməsinin qarşısındadır və üzərində qeyd olunub. 4 qat, bəli, 2 qat və 2 bar, yəni qeyd olunubdur. Bu da onun möhkəmliyini, qalınlığını, sərtliyini, uzun ömürlüyünü göstərir. Artıq bəy vuruladı ki, üzərində hovuz var, hovuzlarda. Yəni su saxlanılan bütün yerlərdə bundan istifadə etmək olar. Həyət yerlərində insanlar var ki, daşdan tikirlər, müəyyən su ehtiyatlarını saxlamaq üçün və o da kənara sızıntı verməmək üçün bax bu su izolyasiya qarışığından istifadə edə bilərsiniz. Bir firmamız Politroya məxsusdur, digəri isə Sopsana məxsusdur və onların da qarışımları özünün yanındadır. Gəldik keramika yapışdırıcılarına və bu keramika yapışdırıcısının da özünün özəllikləri var. 25 kiloqramdır, ISO sertifikatı iləndir üzərində və Sopsan şirkətinə aiddir. Aha, Sopsan şirkətinə aiddir. Xrom adından satışılır. Xrom adından. Adətən keramika yapışdırıcı deyiləndə ilk ağla gələn mətanətdir. Yəni bu mətanətdən kifayətlənmək əslində olmamalı. Çünki bunlar həddindən çox böyük firmaların keramika yapışdırıcıları var. Həmçinin də bizim şirkətimizdə olaraq hər bir firmanın özünün keramika yapışdırıcısı var və müxtəlif qiymətlərdə. Bu məsəl üçün Sopsan şirkətinə aiddir Xrom. Bu da 25 kilodur. Həmən eyni şeyi görür. Mətanət hansı funksiyonu görürsə, bu da elə. Yəni bu keramika yapışdırıcılarına bir qədər aydınlıq verək ki, ola bilər tamaşaçılarım sözü keramika yapışdırıcılar deməkdir. Kafel metlaq. Kafel yapışdırıcı. Hamamlarınızda, yəni vanna otaqlarınızda, digər yerlərdə harada kafel metlaq işi görmək istəyirsinizsə, bax bu firmanın məhsullarını rahat şəkildə yapışdıra bilərsiniz. Uzun müddət su üzərindən axsa belə, buxarlanma olsa belə, parlanma olsa belə yenə də qopub düşmə təhlükəsi yoxdur. Daha sonra bizim orada əhəngimiz də var. Keçmişdə əhəngdən bilirsən də istifadə edirlər müəyyən ağacların gövdələrini ağartmaq üçün ki, zərərvericilər, həşəratlar yaxınlaşmasınlar, həm də vizual olaraq bir görüntü əldə etmək mümkün idi. Yenə də bu əhənglərdən bax söndürülmüş üzərində qeyd olunub ki, mənzillərdə rahat istifadə etmək olur. Yəni keçmişdə də var idi bu əhəng, günümüzdə də var. Yəni siz də əziz dostlar, bu əhəngdən istifadə edə bilərsiniz. Yenə də 20 kiloqram üzərində.
Yəni müəyyən firmalar var ki, onların 2 adda, 3 adda, 4 adda hətta məhsulları var, ancaq eyni funksiyanı həyata keçirdirlər. Qeyd etdiyimiz kimi, bax, xromun məsələ bu versiyası var idi, keramika yapışdırıcısı, Sopsanın da təbii ki, yenə də Sopsanın burada Deluxe yapışdırıcısı var və digər bizim orada firmalarımız da var ki, firma olaraq, ad olaraq eynidir, ancaq üzərinin yazıları başqa-başqadır. Yəni hər ikisi Palitranın məhsuludur. Bəli, bəli. Birində Pro V adı ilandır, birində Plazma adı ilandır və bunlar da hər ikisinin funksiyası məsələ keramika yapışdırıcısı. Bəli, bəli, ikisi də keramika yapısı və eyni funksiyanı təşkil edir. Kim hansını istəsə, yəni onu da, hansını işlədirsə, onun da davamını gətirir. Təbii, ustalar indi məsəl üçün plazmadan istifadə edənlər var, Pro V-dən istifadə edənlər var. Onlar artıq müəyyən mənada bilirlər ki, hansından rahat istifadə edirlər. Müəyyən burada qarışım söhbəti gedə bilər, tez qurumaq, gec qurumaq, divarda kafeli metlağın möhkəmliyini qoruyub saxlanması. Yəni bu hallarına görə bunu ayırt etmək mümkündür. Keramika yapışdırıcılarından danışırıqsa, burada növbəti bir keramika yapışdırıcımız var. Metanet firmasından məxsus olan Faskerdir. Yüksək performanslı, iri ölçülü plitə yapışdırıcısı və bütün məhsullar haqqında da müəyyən mənada bax bu gördüyünüz hissələrdə məlumatlar verilir. Hasad çöl üçündür yəni. Ən çox çöldə istifadə olunanlar Metanet şirkətinə aid olan, bu da Metanetin bir növüdür. Sırf Metanetin adi keramika yaptığının bir növü. Sadəcə olaraq bu ən çox çöl istiqamı. Yəni fasadlarda istifadə olunur ki, yağışa, təbiət hadisələrinə qarşı dayanıqlıdır. Yenə də Sopsan breyində altında adı isə yaşıl kisələrdə olan yenə də keramika yapışdırıcısıdır və 25 kiloqramdır. Üzərində də var sement əsaslıdır, rahat hazırlanır, nəm və şaxtaya davamlıdır. Kimyəvi qatılıqlarla zəngin fasadda istifadəyə yararlıdır. Yəni bunu çöldə də istifadə edə bilərsiniz, içəridə də istifadə edə bilərsiniz. Bu da yenə keramika yapışdırıcılardır. Və ən önəmlisi budur ki, bunların içində kupon var. 50 qəpilik kupon. Hər müştərimiz alıb, istifadə edəndən sonra kuponu götürür, təqdim edir, gətirir bizim emercidə satış ofisinə və 50 qəpiyini alır. Yəni belə deyək, məhsulun üzərindən 50 qəpi yenə də onun büdcəsinə daxil olur. 50 qəpi yenə də qiymətindən ucuz almış hesab olunursunuz və gəlirsiniz təqdim bir satış ofisinə həmin 50 qəpinizi geri alırsınız. İndi Sika məhsullarını təqdim edirik. Burada da gördüyünüz kimi yenə Sika incə təbəqə üsulu ilə tətbiq edilən sement əsaslı kafel və metlaq yapışdırıcısıdır. Olduqca unikal bir məhsuldur, onu qeyd etmək istəyirəm. Yapışdırılma qaydası, möhkəmliyi, sərtliyi o qədər güclüdür ki, necə deyərlər, divar sənin üzərində gələcək, ancaq yapışdırdığın kafel metlağı yerindən çıxartmaq mümkün deyil. İllər keçsə belə qopmalar, çatlamalar, qırılmalar baş verməyəcək. Çünki Sika məhsulunun özəllikləri bunlardır və hətta bununla da belə bitmir. Daha hansı özəlliklərimiz var, o barədə məlumat verək. Sika ümumiyyətcə dünya birincidir. Bəli. Biz şahidləri də olmuşuq ki, bundan çox böyük şirkətdir və Azərbaycanda olan böyük nəhəng layihələrdə çox önəmli yer var bunun. Bunun var internetlərdə də, saytlarda da hər bunların harda istifadə olunduğunu tamamilə baxmaq olur. Çox gözəl və çox keyfiyyətli və düzdür. Bunu hər usta bilmir, amma istifadə edən usta çox dəhşətə gəlir, çox keyfiyyətli məhsuldur. Üz ağardan məhsuldur. Bəli, bəli, bəli. 110-luğudur bu. Bu 110-luğudur. Bəli, üstündə də qeyd olunubdur, 110-luğudur. Bunun 50-liyi də var. Buradadır. Sadəcə olaraq. Üzərində qeyd olunubdur. Açıq variantda da var. 50 üzərində qeyd olunub və bu da 25 kiloqramdır. 110 yazılan da 25 kiloqramdır. Rahat şəkildə hazırlanır, rahat şəkildə həll olunur və asanlıqla vurmaqla üzərinə kafel, metlaq vurmaq imkanınız var. Əziz dostlar, biz bu məhsullar haqqında sizi tanıtım edirik ki, yəni bir məhsul üzərində dayanmayın və yaxud da bir məhsul beyninizə necə deyərlər, yeritmişsinizsə, bu məhsul daha yaxşıdır, ondan keyfiyyətlisi ola bilməz deyə düşünməyin. Emirətdə inşaata gəlirsiniz, burada olan peşəkarlar sizə bütün məhsullar haqqında ətraflı məlumat verə biləcək. Ola bilsin ki, elə məhsullar, bəli, reklama olunmuyubdur, çox da tanınmır ustalar tərəfindən, ancaq gördüyü iş, digər gördüyü işlər daha keyfiyyətlidir və daha üstündür. Sadəcə ondan alıb istifadə etmək lazımdır, onun da keyfiyyətinə baxmaq lazımdır ki, ustalar bir məhsul üzərində dayanmasınlar və onların seçim etmə imkanı daha çox olsun. Biz söhbət açdıq, məsələ kafel və metlaq yapışdırıcılarından və indi söhbət açaq
cips əsas Bəli, məhsullardan, yəni şpaklovkalarımız. üzlüklərdən, astarlardan, şpaklovkalardan və cipslərdən. Ciper şpaklovkalarından söz açacağıq. Hal-hazırda qarşımızda durduğumuz Ciper Astar üstəndən yazılıb. Ciperin Astarı. Həmçinin bunun Ciperin Birbaşası da var. birbaşası var. Ciper birbaşa Astar. Üstünə də yazılıbdır. Tamaşaçılar da baxsın. Birbaşa Astar. Yəni əslində çox adam bunu dirək kimi də tanıyır. Ağdağda dirək olduğunu deyir. Birbaşa suaq vurmadan suağa ehtiyac yoxdur. Mənzildə tikdin, daşı üzərinə qoydun, üzərinə suvaq vurub adətən sonradan bu məhsullardan istifadə edilir. Ancaq siz birbaşanı məsələ suvaq vurmadan, yəni daşın üzərinə suvaq əvəzi birbaşanı istifadə edə bilərsiniz. Sonra üzərindən astar vurulur, sonra bunun təbii üzlüyü də var ki, artıq xabarlamaqdan ötürü. Bəli. Bunu vurandan sonra birbaşanı, astara ehtiyac olmuyor. Birbaşa üzlük çəkilir. Birbaşa üzlük çəkilir. Siz belə deyək də, iki işi bir arada icra edə bilərsiniz. Adətən siz hörgüdən sonra suvaq vurmaq məcburiyyətində qalırsınız. Suvaqdan sonra artıq astar vurursunuz. Astar vurandan sonra yenə də üzlük vurursunuz. Ancaq divarın üzərindən birbaşa astarı çəkib, üzərindən üzlük vurursunuz. Müəyyən məbləğiniz də cibinizdə qalır. Sağ ol, müştərilərə qənaətçi olub. Bu isə üzlük. Bəli. Bu sonda sonu budur da, yəni. Sonu budur. Biz danışdıqsa, dili söylərin ciperi dirək kimdir, yəni birbaşa ataylı. Burada da var üzlüyümüz və Ağdağın. Onun üzərinə birbaşa əvəzinə, əziz dostlar, dirək yazılıbdır. Orada astar dirək yazılıbdır. Bəli. Orada astar birbaşa yazılıb. Bu da birbaşa dirək yazılıb. Yəni bu da birbaşadır. Yenə də bunun Ağdağın üzlüyü var, astarı var. Üzlüyü var, astarı var, dirəyi var. Dirəyi var. Burada da qeyd olunur artıq. Həmçinin bizdə bu şpaklovkalar yəni bir-iki çeşiddən ibarət deyil. Məsəl üçün deyək, Ciper deyək, Ağdağdır. Bu da Akdenizimiz də var. Onun da həmçinin yenə 3 variantı var. Həm üzlüyü var, astarı var. Yəni söhbət şpaklovkadan gəlirsə mütləq 3 əsaslı olmalıdır. Yəni üzlüyü əsası vacibdir. İndi dirək olanı da var, birbaşa olanı da var. Əvvəllər indi belə deyil idi. Çeşiddən üzlüyü astar olardı. Yəni biz o vaxtdan belə görmüşdük. Üzlüyü astar. Son zamanların bu yeni texnologiyası birbaşa həm millət cəmaatı fikirləşməyiblər, sağ olsun. Həm də büdcəyə qənaət düşünürlər ki, suvağa ehtiyac yoxdur artıq. Bir evdə remont olanda, ay bunun qomunu gətir, ay bunun sementini gətir. Ona görə ən əsaslı, ən gözəl, ən rahat, həm də tez şəkildə birbaşa mayakını atırlar, birbaşa üstünü doldururlar, üstünü astar, üzlüyünü çəkirlər, çıxırlar otaqda. Həm ustalara xeyirdir, həm ev yiyəsinə xeyirdir. Yəni bir evdə məsələn 5 dənə usta işləsin, müəyyən düz hamısı yüksəksə, bir də var lazım bir adam bunu tamamlayıb başa çıxarır. Çünki adətən şpaklovka işi ilə məşğul olanlar suvaq vurmağı bilmirlər. Suvaq vuranlar da şpaklovka işini görə bilmirlər. Ona görə ayrı-ayrı ustalar tapmaq lazımdır. Ancaq heç bir usta tapmağa ehtiyac yoxdur. Şpaklovka vuran onun elə hörgüdən sonra rahat şəkildə başlasını vurur, ondan sonra şpaklovkasını çəkir, aboyunu vurur, padikasını vurur, çıxır evdən. Vəssalam. Deməli belə, əziz dostlar, sizinlə xudafisləşirik. Bir qədər istədik sizə məhsullar haqqında tanıtım eləyək ki, bir məhsul üzərində dayanmayasınız. Bütün məhsullar haqqında məlumatlı olun ki, siz də mənzilinizi daha gözəl görkəmə və daha yaraşıqlı edəsiniz. Bütün bunları etmək üçün yalnız MRT İnşaata yaxınlaşmaq lazım. MRT İnşaat. Birlikdə tikək.